بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا محمد وعلى آله وصحبه أجمعين أما بعد رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu. Dəyərli qardaşlarım, hər birinizi uca Allahın salamı ilə salamlayıram. Sonra özümə və sizlərə uca Allahdan haqq təqvası ilə qorxmağı tövsiyə edirəm. Çünki təqva elə bir sifətdir ki, bu sifəti Allah Subhanahu va Taala bu əmri nəinki bizlərə, bizdən öncəki qövmlərə də Allah Subhanahu Taala nəsihət etmiş, tövsiyə etmiş və əmr etmişdir. Necə ki, Uca Allah buyurur: "Və laqad vassaynallazīne utul kitaba min qablikum və iyyakum en ittaqullah." Deməli, Uca Allah Nisa surəsinin 131-ci ayəsində buyurur ki, biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxun deyə buyurduq. Həqiqətən təqva İslamın, imanın əsaslarından olan möminlər üçün, müsəlmanlar üçün ən vacib sifətlərdən biridir. Və sonra dəyərli qardaşlarım, sizlərə mühüm bir mövzu haqqında danışmaq istəyirəm bu günləri. Belə ki, bu mövzu günümüzün, dövrümüzün aktual mövzularındandır və bir çox insanların giləyləndiyi, şikayət etdiyi məsələlərdəndir, problemlərdəndir. Yaddaş zəifliyi, hafizə zəifliyi, zehnin zəifləməsi. Və inşallah bu günləri Allahın izniyle bu mövzuda, bu barədə, bunu gücləndirən səbəblər, yaddaşı zəiflədən səbəblər və bunun müalicəsi barədə Allahın izniyle danışmaq istəyirəm. Belə ki, dəyərli qardaşlarım, yaddaşın güclənməsi, elmin bərəkətli olması və hifzin möhkəmlənməsi İslamda mühüm mövzulardandır. Quran-ı Kərim, sünnə və sələflərin həyatına baxdıqda da görürük ki, güclü yaddaş təkcə fitri qabiliyyət deyil, həm də təqva, baxın təqva, düzgün həyat tərzi, davamlı təkrar və Uca Allahın yardımı ilə əldə olunur. Və yaddaşı gücləndirən səbəblər və bu səbəbləri də rəqəmlərə bölmüşəm və Allahın izni ilə inşallah bu günləri bu barədə danışacağıq. Allah Subhanahu Taala'nın bizə öyrətdiyi qədər. Deməli, səbəblərdən birinci, günahlardan çəkinmək, yəni yaddaşı gücləndirən səbəblərdən biri, günahlardan çəkinmək elmin ən böyük səbəbidir. Günahlardan çəkinmək elmin əldə olunmasının ən böyük səbəblərdən biridir. Necə ki, Uca Allah buyurur, Bəqərə surəsinin 282-ci ayəsinin sonunda: "Vattaqullah və yuallimkumullah." Vattaqullah və yuallimukumullah. Allahdan qorxun, Allah sizə öyrədəcəkdir. Qardaşlar, ayə göstərir ki, təqva elmin və fəhmin, yəni anlayışın səbəblərindəndir. Böyük alim İmam Əş-Şafii rahimehullah müəllimi Vaki' İbni Əl-Cərrahə yaddaşının zəifləməsindən şikayət etdikdə belə demişdir. Və bunu qəsidə formasında, şeir formasında deyir ki, "Şəkavtu ilə Vaki'in su'a hifzi fəərşədəni ilə tərkil məasi və əxbərəni bi'ənnəl ilmə nurun və nurullahi la yuhdə li'asin." Deyir ki, rahimehullah, Vaki'yə, yəni Vaki' İbn Cərrahə müəllimi idi. Vaki'yə zəif yaddaşımdan şikayət etdim. O da mənə günahları tərk etməyi tövsiyə etdi. Sonra dedi, elm Allahın nurudur, Allahın nuru isə asi insana verilməz. Allahu Akbar, qardaşlar, diqqət edin. Şafiyə rahimehullah kimi bir insan hafizəsinin yaddaşından şikayət edir və müəllimi isə onu günahları tərk etməyə tövsiyə edir, sövq edir. Görün, belə bir insan 4 məzhəb alimindən biridir. İmam Şafii rahimehullah kimi bir insan hafizəsinin yaddaşından şikayət edirdi. Qardaşlar, deyilənlərə görə rivayətlərdə gəlir ki, İmam Şafiinin elə bir yaddaşı var idi ki, o kitabı oxuyanda digər səhifəyə gözü sataşmaması üçün əlini ona lazım olmayan səhifənin üzərində tutardı ki, yəni gözü ora sataşmasın. Ona nə lazım idi?
Hara lazım idi o səhifəyə diqqət edərdi, ora köklənərdi və onu oxuyardı. Və bir dəfə oxumağına elhamdülillah yaddaşı o qədər güclü idi ki, bir dəfə oxumağının yadında qalardı. Və digər səhifəni əlində tutardı ki, yəni bugün ona o lazım deyil. Yəni artıq beyninə artıq yükləməsin. Belə bir insan, belə bir hafizənin sahibi yaddaşından şikayət eləyir və onun müəllimi də görün, baxın qardaşlar, müəllimlərin, tələbələrin bir-birinə olan ədəbi, davranışı, müəllimi də onu neynir? Günahları tərk etməsinə sövq edir, yönləndirir. Allah Subhanahu taala bizlərə, hər birimizə belə gözəl nəsihət edən müəllimlər nəsib eləsin. Deməli, sələflər deyirdilər ki, günah insanın həm hafizəsini, həm anlayışını, həm də ibadət həvəsini neynir? Şübhə yoxdur ki, zəiflədir. İbn-i Qayyim rahimehullah da belə deyirdi. Günahların təsirlərindən biri də elmin unutturmasıdır. Yəni günahların təsirləri, zərərləri çoxdur əslində və bunlardan ən mühümü də nədir? Elmi unutturmasıdır. İkinci səbəblərdən qardaşlarım, yaddaşı gücləndirən Quranla çox məşğul olmaq. Həqiqətən Quran qəlbi dirildir və zehni də ite edir. Uca Allah buyurur ki, Bəl huvə əyətun beyyinətun fi sudurillezine utul ilm. Əksinə o, yəni Quran, elm verilənlərin sinələrində, köksündə olan açıq ayələrdir. Ənkəbut surasının 49-cu ayəsidir. Sələflər Quranı hifzinin, yaddaşını ən böyük məşq hesab edirlər. Yəni Quran-ı Kərimi əzbərləmək, oxumaq hifzin, yaddaşı üçün ən böyük məşqi hesab edirdilər sələflər. Bir çox alimlər minlərlə hədisi isnadı ilə əzbər bilirdi. Bu, davamlı Quran və elm məşğələsinin nəticəsidir, qardaşlar. Məsələn, bunlardan İmam Əhməd ibn Həmməd rahimehullah deyilənlərə görə, rəvayətə görə 1 milyona yaxın hədisi bildiyi məşhur idi, yəni o. Ki, İmam İbn Əhməd 1 milyona yaxın hədisi bilirdi. Həmçinin İmam Buxari rahimehullah isə 100 minlərlə hədisi isnadı ilə, sənədi ilə əzbər bilirdi. Bu alimlərin həyat tərzinə baxdıqda qardaşlar görərik ki, bunlar gecələri ibadətlə keçirirdilər, az danışırdılar, Quran və təkrara daha çox vaxt ayırırdılar və təbii ki, günahlardan da uzaq olurdular, çəkinirdilər. Və yaddaşı möhkəmləndirən səbəblərdən üçüncüsü də Allah Subhanahu wa Ta'ala'nı çoxlu zikr etmək. Həqiqətən zikr qəlbi oyadır və unutkanlığı neynir? Aradan qaldırır, azaldır. Uca Allah buyurur, وَذْكُرْ رَبَّكَ اِذَا نَسِيتْ Kəhf surəsinin 24-cü ayəsindədir. Unuttuğun zaman Rəbbini yada sal. Nədir? Unuttuğun zaman Rəbbini yada sal. Digər bir ayədə də buyurur ki, Ələ bizikrillahi tatmainnul qulub. Bilin ki, həqiqətən qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar. Ra'd surəsinin 28-ci ayəsidir. Yəni, qəlb rahat olduqda zehin də rahat, sağlam işləyər. Sələflər xüsusilə bu zikirləri daha çox deyərdilər. Subhanallah, elhamdülillah, Allahu Ekber, la ilahe illallah və s. ilə axır bu kimi zikirləri daima dillərindən düşürtməzdilər. Və dördüncü səbəblərdən də dua etmək ən mühüm səbəblərdəndir. Peyğəmbər sallallahu aleyhi və səlləm belə, Peyğəmbər belə, qardaşlarım, görün ha, Peyğəmbərlər. Nəinki Peyğəmbər, Peyğəmbərlər belə, onlara Allahın salamı olsun, elmi üçün dua edərdilər. Və Uca Allah bizim Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmə xitabən buyurur ki, وَقُلْ رَبِّ زِدْنِي عِلْمًا De, ey Rəbbim, elmimi artır. Taha surəsinin 114-cü ayəsidir. Yəni, elm və yaddaş üçün faydalı olan dualardan da, məsələn, deyək ki, sünnədə varid olan dualardan da Allahümmə nfa'ni bimə əlləmtəni və əllimni bimə Allahümmə mənfa'ni bimə əlləmtəni və əllimni mə yənfu'ni və zidni ilmə. Allahım, mənə öyrətdiyinlə məni faydalandır, mənə faydalı olanı öyrət və ilmimi artır. Başqa bir dua isə sünnədə varid olan dualardan Allahümmə inni əsəlukə ilmən nafi'ən və rizqan tayyibən və əmələn mutaqabbələn. Mənası odur ki, Allahım səndən faydalı elm, halal ruzi və qəbul olunan əməl istəyirəm. Və səbəblərdən beşincisi də qardaşlarım təkrar etmək.
Təkrar elmin bağlanması, qaçmaması, unutulmaması üçün mühüm səbəblərdəndir. Sələflər deyirdilər, elm yazmaqla, təkrar etməklə və öyrətməklə nə olar? Möhkəmlənər. Abdullah ibn Məsud radiyallahu anhu belə deyirdi. Quranı davamlı təkrar edin. Nəfsim əlində olan Allaha and olsun ki, o bağlı dəvənin qaçmasından daha tez yaddaşdan çıxır. Və bu səbəblərdən qardaşlar, bu səbəbdən hər gün təkrar etmək, səslə oxumaq, yazmaq, başqasına öyrətmək yaddaşı möhkəmləndirən amillərdəndir. Və 6-cı amillərdən də az yemək və az danışmaq. Sələflər çox yeməyi və çox danışmağı zehinə zərərli hesab edirlər qardaşlar. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, Adəm övladı qarnına və yaxud mədə digər rəvayətə gəlir ki, mədəsindən daha pis qab doldurmamışdı. Tirmizinin rəvayət etdiyi hədisdə buyurulmuşdur. Və çox yemək nəyə səbəbdir? Çox yuxuya, tənbəlliyə, diqqət zəifliyinə səbəb olur. Deməli, qardaşlarım, səbəblərdən 7-cisi isə gecə ibadəti və səhər vaxtı. Sələflər səhər vaxtını ən bərəkətli vaxt hesab edirdilər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, Allahım, ümmətimin səhər vaxtını bərəkətli et. Diqqət edin, Ramazanda, oruç tutanda və hətta Ramazandan kənar olsun, digər vaxtları oruç tutanda təsəhhəru fə innə fis-suhuri bərəkə. Yəni, səhur edin, oruç tutmamışdan qabaq yemək yeyin, həqiqətən səhurda bərəkət vaxtı. Yəni, bu bərəkət səhər vaxtında olan bərəkətlərdəndir. Və bir çox alimlər sübh namazından sonra elm oxuyar, həmin vaxtı hifz edərdilər, Quranı əzbərləyərdilər. Çünki səhər zihin daha təmiz, açıq və sakit olur. Və səbəblərdən 8-incisi də faydalı qidalar və səbəblərdir. Məsələn, sələflər bəzi faydalı səbəblərdən istifadə edərdilər. Məsələn, bal, kişmiş, zeytun yağı, qoz, hicamə, təbii qidalar və s. axır. Uca Allah Quran-ı Kərimdə bal haqqında buyurur ki, fihi şifəun linnəs. Nəhl surəsinin 69-cu ayəsidir. Deyir ki, onda, yəni balda insanlar üçün şəfa vardır. Və qardaşlarım, 9-cu səbəblərdən də bu ən böyük müsibət, ən böyük bəlalardandır. Yaddaşı zəiflədən, müasir dövrün, xüsusən müasir dövrdə yaddaşı zəiflədən mühüm səbəblərdəndir. Bugün ən böyük problemlərdəndir bu demək olar. Nədir bunlar? Çox telefon istifadəsi, qısa videolar, buna internet dilində deyirlər short videolar, diqqətin dağılması, gec yatmaq, bu da böyük bəlalardan, böyük müsibətlərdən qardaşlar, gec yatmaq, faydasız məlumatlarla, informasiyalarla beyni doldurmaq, yükləmək, hansı ki bunlar bugün insanın zehnini, yaddaşını məhv edir. Sələflər qəlbi və zehni faydasız şeylərdən qoruyardılar həmişə qardaşlarım. İmam Məlik rahimehullah demişdir ki, elm çox rəvayət etmək deyil. Baxın qardaşlar, deyir ki, elm çox rəvayət etmək deyil. Elm qəlbə yerləşən nurdur. Belə deyək də qardaşlar, xülasə çox uzatmayaq. Xülasə odur ki, yaddaşın güclənməsi üçün təqva, Allahdan qorxu, Quran, zikir, dualar, az günah etmək, imkan varsa heç etməmək. Düz bu mümkün deyil. İnsan günaha məhkumdur. Yəni günahları bacardıqca insanın azaltması, davamlı təkrar, səhər vaxtını dəyərləndirmək, düzgün qidalanmaq, diqqəti qorumaq ən böyük nədir? Səbəblərdən bir neçəsidir, bir mühümüdür və mühümüdür. Və ən mühüm səbəb isə qardaşlar sonda ən mühüm səbəb isə nədir? Şübhə yoxdur ki, Allahdan yardım istəmək. Çünki elmdə, fəhmdə, fəqih olmaqda, anlayışda, güclü yaddaşda Allah subhanahu wa ta'ala'nın verdiyi nemətlərdəndir. Allah buyurur, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, وَمَنْ يُرِدِ اللّٰهُ بِهِ خَيْرًا يُفَقِّهُ فِي الدِّينِ. Allah subhanahu wa ta'ala kimə xeyir istəyərsə onu dində fəqih edər, həqiqi anlayış sahib edər. Və Allah subhanahu ta'aladan istəyirəm ki, bizim zehnimizi faydasız məlumatlardan, faydasız səbəblərdən, faydasız
işlərdən təmizləsin. Allah Subhanahu taala hafizəmizi, yaddaşımızı gücləndirsin və xüsusən də Allah Subhanahu taala bizim zehnimizi, hafizəmizi bizə fayda verən işlərlə məşğul etsin, gücləndirsin və Allah Subhanahu taala bizi dində həqiqi fəhim, anlayış sahibi etsin və Allah Subhanahu taala bizi dində əsl fəqihlərdən eləsin. Və ən doğrusunu uca Allah bilir. Bu qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Subhanəkallahumma və bihamdik. Əşhədu ən la ilahə illə ən. Əstəğfiruka və ətubu iləyh.